Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Elə bilmə ki, videoya təzədən başladım. Canım qurtardı o söhbətdən. Arkadaşlar bugün kahvaltı sofrasında 3 nəfər izləyir. Nəyə görə? Çünki Əsnadla Məryəm gediblər Gülsümlə Əsma ilə qalmağa. O da biz üçümüz baş-başa qalmışızdır. Afuş deyəcək, dünən güya maska zad edəcəkdi. Dünən üçün almamışdım ya onlar aşkım. Bugün üçün almışdım. Gecə saat 1-də nə maska? Gecə yox, gündüz eləyəcək. Bəyəm baxımı bir dənə gecə eləyirlər. Kim? Məzələnsən məndən? Yox. Yo, baxım təkcə gecə olunan bir şey deyil. Baxım gecə olmalı, səhər. Səhər. Niyə? Baxım niyə gecə eləyəsən ki? Qoy rahat yat. Aşkım fərqi nə? Baxım nədir bəyəm rahat yatsan ki sən onu eləyəndə şeydir. Yuxudan makyaj etsən. Yoxlama. Nəysə, arkadaşlar Məryəmlə Əsnad yoxdur. Məni cıracaqlar onlar olmayanda bu kontenti çəkdiyim üçün. Amma və lakin beni bırakıp gitməsələrdi yapacak bir şey yok. İbnəlikdə bir nömrəyim görsən şəhəri. Bacarsan da sən. Bugün Rabia ilə birlikdə baxım videosu çəkəcəyik. Amma necə bir baxım videosu? Bu videoya üçün çəkəcəyik. Ay Allah, bunun jetonu düşməyib. Kömək elə Gecə buna. baxım eləyib rahatlayıb. Buna kömək elə. Mən dedikcə sən başa sal əl hərəkətlərini. Mən baxım, rahat eləmək xoşlayıram. Bitirmədən sonra bir də gecə. Bağışla məni. Get çelək də. Neyniyək? Çim, get çim onda. Hə. Mən dünən çəkdim. Mən gecəni gözləyənmərəm bu videonu çəkmək üçün həyatım. Gözləmə. Gözləmirəm də onsuz da. Deməli, bugün baxım eləyirik, amma nə tərzdə bir baxım? Bahalı və ucuz baxım. Taş, kağıt, makas eləyəcəyik aramızda. İndi yox da zavtır. Gözlə enerji toplayım, bahalı mənə düşsün. Taş, kağıt, makas eləyəcəyik. Kim udsa ən bahalı məhsullarla o baxım eləyəcək. Uduzan da ucuz məhsullarla. İnşallah sənə ucuz düşər, mənə bahalı düşər. Mən öz şansıma güvənirəm şəxsən. Məndən şansın eləşi, mən şansım ki. İndi görək daha hansımız şanssızıq. Gedək yemək yeyək, geliyoruz. Deməli qızlar, kahvaltımızı elədik. Yudum, yığışdırdım. Rabişlə bir yerdə bu stolları qaldırdıq yuxarı. Koxnanı tamamilə yer əngəllərindən azad elədim. Mənim gedib baxım eləməyim üçün gərək evdə hər şey yerli yerində olsun ki, mən rahat gedim baxım videosu çəkə bilim. Ya Sofiş necə tostlansız baxmayın. Evet arkadaşlar. İndi robotda soranı qoşuram. Allahım, o qədər xoşbəxtəm, o qədər xoşbəxtəm. Yəni mən baxım edərkən birinin yerləri süpürüb silməsi mənim üçün çox gözəl bir şeydir. Bunu ancaq və ancaq ev pilsoslayıb Xiaomi. Hə, Xiaomi görmüşdüm. Gəldi, ana, yenə qaldırıb qoyacaqsan məni bu tərəfə. Yo, bu səhər arkadaşlar mən qoçaq qız oyanmışam. Tostoranı özüm yerdən götürmüşəm, qaldırmışam, tüklərini təmizləmişəm. Səhər də durub mənə danışır. Səhər durdum, getdim tostları götürdüm, təmizlədim altını. Dedim ki, hə, sonra götürdüm onu qaldırdım, qoydum o biri tərəfə. Ekstra vurğu ilə. Nəysə, çirkli su haznəsini boşaltmışam, ona bir qulluq eləmişəm. O mənə qulluq eləyir, mən də ona qulluq eləyirəm, bir-birimizi yola veririk. Şəhriyara deyirəm ki, Şəhriyar bir dənə bu stolları götür stolun üstünə qoy. Robot tostoranasında evi beri, mən ona xidmət eləyəcəmsə o bu evdə niyə var? Dedim, onda uzan yerin evdə, evin ortasında gəlsin üstündən keçsin. Nə əlaqədə yəni? O stolun aralarından keçsin də bacarmır. Başlayırdı belə hərəkət. Eləyəni prosto stolun ayağının tıqalacaq. O bizim evdə adam çoxdur, yeyinti çox olur, qırıntı çox tökülür. Bir dənə öğün yeməyə elə qırıntı olur ki yerdə. Elə bil ki bir dənə toy yola vermisən də, yəni. Ona görə məcbur qaldırmalıyıq stolları. Nəysə arkadaşlar, amma sizə bir şey deyim. Onu o gün neyniyən yerdə tutdum bilsiz, Şəhriyarı. Girmişdi TikTok'a, şeye baxırdı, kreditlə robot tostoranları baxırdı ki, bir mərtəbə aşağıya kreditlə robot tostoran. Allah'ım olsun Quran.
prosta səsini çıxartmır, boynuna alınmır, bəyəndiyini boynuna qoya bilmirəm. Gəl bir baxır robota sonra biri. Bu əsl aşağı mərtəbəlikdir. Bütün qapıları aç qoy, tərtəmiz eləsin. Dedim, nə? Tərtəmiz eləsin? Yox, yəni pul olsa belə deyir, yəni cırır söhbətdən. Boynuma al da bunu bəyəndiyimi niyə? Şeyi bəyəndim. O şeylər nədir? Qolunu da gəzdirirsən. Karçer. Ha, kartı. Yo, bunu da bəyənir. Karçer. Özüm ölüm baxırdı kreditlə mənə gəbiri. Ayda 34 manata falan yerdən almaq olur. Mən şəhərdə gecikmələrimizə. Uşaqlar, bir də sizə bir şey deyim. Bayrama görə bank xidmətləri işləmir. Mən onu nəzərə almamışam ki, bayramda çox yer işləmir. Mənim bir dənə gecikməm var. Verməyəcəklər, day mənə kredit edirdi. Zorla almışdım. Ataya lağa qoydum gəldi. Hə, atan lağa qoydum, başıma gəldi. Nəysə, telefonum hanı mənim? Bir saniye. Hazırsanız tuşa basıyorum arkadaşlar. Hazır mısınız? Vallahi Allah'ın olsun bir tane robot toz soran. Yallah. Hə, mopunu təmizləyir. Başa düşməyə çalışırdım ki, danışmalıydı əslində. Temizlik başlatılıyor deməliydi. Nəcəbsə danışmadı. Ortada qalır beni başım bırak. Artıq gedirəm. Nəysə, vəsiyo. Düşək aşağı, sizə yeni aldığımız baxım malzəmələrini göstərim. Ondan sonra baxım videomuz başlasın. Amma mənim baxım eləməyə başlamaq üçün bir dənə də əngəlim var. Paltarları yumağa atmalıyım. Vay dərdə. Paltalar sənə imiş baxım eləyəndə aşkım. Hərdə mən baxım eləyə o yusun da aşkım. 2 yumalıq paltarım var. Yığışsa 3 yumaya keçəcək. Ona görə nə qədər gec deyil, gedim atım. Hə, bir də karçerin süngərlərini də yuyulmağa atmalıyam. Ondan sonra qutarır. Ha, kartı işləməyib ki. İşləyib. Təmizləyib qoymuşdum ki, otağımı təmizləyərəm. Ondan gəldim, gördüm içi doludur. Kimsə işlətmiş. Nəysə. Kim işlədi aşkım içinə? Yox, mən nə bilim aşkım, indi yəqin harasa batıb ya ata götürüb təmizləyib ya bir şey. Mən onu otağıma vurmağım üçün o təzdən təmizlənməlidir. Başa düşdün? Şunurun çatma. Sen ne oldu bu mopun? Neyse daha getdik. Evet arkadaşlar, paltarları attım yuyulmağa. Vatana millete hayırlı olsun. Bay bay. Şu, indi rahatım. Həqiqətən ücə rahatım. Ücə başlaya bilərəm. İndi deyəcək. Ayda, deyəsən şey qaldı yuxarıda. Nə? Nə bilim, get bax tostları şarj eləyir. Yo, bitti. Allah'ın olsun. Mən bildiyim qədərlə bitdi. Yəni yalana and içməyim. Deməli qızlar, dünən Fiora'dan bu video üçün minik bir şeylər götürmüşük. Gəlin onlara bir yerdə baxaq. Taş kağıt makas eləyək. Görək kim bahalıdır, kim ucuzdur. Məhsullar işlədəcək. Hazırsan? Başladıq. Deməli 3 oyun oynayacağıq səndən. 2 dənəsini uddun, udursan. Yox, mən 2 dənəsini uddum, udduram. Yaxşı? Ya da 3 dənəsini də uddun, uddursan. 3, 2, 1. Taş, kağıt, makas. Ne kadar da komik ya. Aşkım. Nə? Hazırsan? İkincini eləyirəm. Udacam, yolu yoxdur. Taş, kağıt, makas. Getdim. Rabia, səncə bir dənə də nə olar? Əsnad eləyirik. Bir dənə də nə olar? Nə olar bir dənə də gördüm hə. Hələ çoxsun tapmayıblar. Əsnad çox yalvarıb bu illər. Yalvarmışdı, ondan sonra şeydə yalvarmışdı. Hə. Heç nə 2-0 uddun, axırıncını elə belə eləyə görə kim bəxt gətirir. Taş, kağıt, makas. Oyda. 3-0. Rabia get buradan get. Əlimi corablara vurmuşdum. Corablara vurmuşdum. Eləmə. Şeydir, göstərin baxın məhsullarını sonra. Deməli, nələr almışıq sizə onu... Mən fakirəm. Fakirəm mən. Hadi sabahı. Mən uduzdum. Fakir ürünlər mənə düşdü. Uşaqlar, gəlin sizə nə göstərirəm. Çəkil oturum mən. Mən hamisəm, yol ver mənə. Sən fakir ola bilərəm, amma 2 canlıyam. Nəysə, deməli... Baxın, Fiora'dan alış-veriş eləmişik.
Bir ədəd komplimentin belə bir skrabını aldım. Elə bir şey aldım ki, işdi birdən indi bahalı mənə düşə bilər, ucuz mənə düşə bilər. Yəni elə bir şey aldım ki, Rabiənin də üzünə düşən bir şey olsun. Belə bir skrab aldıq. Bu üzdən ölü dəriləri təmizləyir. Daha sonra bunu varlı işlədəcək. Gələ. Ben de. Zıqqım olsun. Evet. Aa, aşkım da mavi. Bu da mənimdir. Bir səfər, bir kullanımlıq skrab. Yazım geldi, test Bu arada aldıqlarımız varlı kimə düşdüsə onun olacaqdı. Ona görə o skrab da sənin olacaq. Peki sen. Bəli. Amma hər gün işlədilən bir şey deyil. Ya aşkım ben her gün uğradım sıfatımı geldim sen de otursun. Həftədə bir dəfə işlətmək rutin olaraq, yəni bir dəfə işlədilir. Daha sonra bu mənim fakir Ofeliya. Maskalarımız var burada. Pahalı maska, ucuz maska. Bunun qiyməti 4 manatdır, səhv eləmirəmsə. Bunun qiyməti 1 manatdır. Bu mənimdir. Gəl, bu sənindir. Aşkım o kuş gələndə yolda bunu şak diye atıp belə. Evet, 8 manatlıq lip balım. 8 manatlıq lip balım getdi Rabiəyə. Gəl. Dur bakayım. Zıqqım olsun. Hadi her şey zıkkım oldu. Və ən əsas Kestiralım yazın. ayda bunları Rabiə işlədəcək deyə xəyal eləyib götürmüşdüm mağazadan ki, Rabiə fakir olacaq. Bir kullanımlıq şeylər işlədəcək deyə götürmüşdüm. Nəysə. Deməli, bu mənim üz kremim. Fakir, yəni bir Aşkım buna test ediyorsun yani satılır benim ona. yo testdir, bir kullanımlıq. Bu nədir? Bu da göz kremidir, bir kullanımlıq. Bir dersi kalıp. Üz serumudur, bir kullanımlıq. Mənim baxım əşyalarımı göstərirəm. Üz təmizləmə jelidir, bir kullanımlıq. Rabiənin 8 manatlıq dodaq yağının qabağında mənim bir kullanımlıq dodaq yağım. Bu da tutar yani. Hə. Evet. Və dərdin orasıdır ki, Victoria ilə duş almısan axırıncı dəfə. Sordun musun? Hə, iyi gəlirdi də çıxanda. Ha. Rabiə Victoria ilə duş alıb. Mən bir kullanımlıq duş jeli işlətməliyəm çiməndə. Neyim? Dərd orasıdır ki, fakirin Rabiəyə düşəcəyinə o qədər inanmışdım ki, tuzak kurmuştum, bir kullanımlıq şampun götürmüşdüm. Ama aşkım o Victoria var Öz planım öz başımda çartladı. Önce de şey eləmədi, birinci de yani paylaştırma yani. Səni bununla çimizdirəcəydim o boyda saça. Bizdirəcəydim. Hə, özümə qismət oldu. Ayda, quyunu qazdım, özüm düşdüm kül mənim başıma. Ama aşkım o Victoria şey var duş jeli. Hə. Onun çok qəşəng qoxusu var. Özdə yayılır çimənə, bütün evi iyi götürür. Çox Belə qəşəng. yapmışıq. İndi sizə göstərəcəm onu. Nəysə, Rabiənin malzəmələrini verim, bahalı malzəmələrini. Dodaq yağın özündə, Aslında. üz skrabın özündə, Aslında. qalınlarını da verirəm. Dayan. Aşkım, indi biz senin için meyve gözləməliyik. Bəli. O hoş bir sitede 2 saat. 2 saat gözlüyormuş orada. Mesela şeyde hamamdan böyle sesi geldi. Nereye gidiyorsun? O bildi buraya gidiyorum. Artık bıktım senden. Şuraya bak. Nə olsun ki? Artık çimenden böyle sesi geldi. Ayrılsak. Hə, yaxşı yadıma saldı. Ne? O niyə girir hamama ayrılsaq, ölürüz, bizə zada qulaq asır? Mən bunun hər... Sen şey fikirləşmirsən, məntiqli fikirləşsin. Niye namaz qılardı? Sen telefonu götürəndə o namazını... Bana ihanet ediyor demek ki arkadaşlar. Aşk neyse zarafat bir qırağa. Rabiə məhsullarını vereyim. Dodaq yağı gələr. Aşkım bu da bende. Dodaq yağın var da. Yoxumdur. Sən bahalısan. Bu gün nə istəyirsənsə işlədə bilərsən. Yəni ağzı açılmışlardan, açmadıqlarımdan yox. Mən gedirəm, duş alıram. Tez 15 dəqiqəyə söz verirəm, çıxıram. Sizə saata baxaq. 15 dəqiqəyə buradayam. Yaxşı? Yəni başımı fenləməyi zaten nəzərə alma. Çimib çıxmağımı deyirəm. 15 dəqiqəyə buradayam. Hə. Bax hesabı. Gedək hamamın qabağından başlat da, buradan başlat. Buradan tut.
O dilək tutum. Ay Allah, ya Rəbbəl aləmin, nə dilək tutum? Hər şey gözəl olsun, sağlam olaq ailəlikcə. Sevdiklərimiz hamımız bir arada olaq. Amin. Ağlıma bu gəldi şu an. Sən olsan nə istəyərdin? Ben ise en iyisi isterdim ama bir dakika bir şey var yani. Qalyon bagir. Nəysə, mən getdim duş almağa. Victoria işlədə bilmirəm də indi. Yok. Ucuzam mən. Ama canım sana bakın bir şey yazmış. Götürüm 2 dənə. Bununla mən necə çiməcəm? Mən bu malzemə, bunun içindəki şampun mənim saçımın ucuna bəs eləməz heç. Ancaq bu ürün haqqında məlumat almaq üçündür bu. Yəni ancaq qısa saçlılara yarayar. Özümü zibilə saldım. Dinən bir bax da. Bu arada Fiora'dan siz özümə nə götürmüşəm? O gün makyaj elədim, sarı rəngdə far paletim falan yox idi. Far paleti aldım özümə, içində qəşəng rənglər var arkadaşlar. Qaldı bir dənə qaşlar almaq. Qorxdum ezə. Sizce saat neçədə çıxdı dostlar? Saat 15. Neçədə? 16, 18. Yarısı dəqiqəsini çıxay. Hesabla neçə dəqiqə çıxmışam? 15, Sən 15 şeydə girdin. 24-də girmişdim. Hə, 16, 18 neçə dəqiqədir içəridəyim? Hesabla. 40 dəqiqə. 36 oradan. Xeyr. 40 dəqiqə yaxındır. Xeyr, 40 dəqiqədən çoxdur. 50 dəqiqə. İndi bu dəqiqə 1 saat demək olar. Yox da sən onu timib çıxmayından danış. İndi Çimib çıxmağım cəmi cümlətəni 30 dəqiqə çəkdi. 15 demişdim. hərdən 40 dəqiqə. Hardan o 40 dəqiqə olur? 15 demişdim, 30 dəqiqəyə çıxdım. Aşkım, sən timib çıxmayın, yəni 40 dəqiqə yaxındır. Özün də hesabladın hamını məndən. Hə, 30 dəqiqə hesabladım. 40 hardan oldu ki? 40 dəqiqə yaxındır. 30 yaxın deyil 40. Niyə yaxınlaşdırırıq axı? Ehtiyac var yaxınlaşdırmağa. Aşkım, 30-40-la qonuşudur. Mən səninlə qonşuyam otaq olaraq. İndi mən sənəm deməkdir. Hə. Xeyr. Hə. Xeyr. Mən məsələn riyaziyyatı hesablayanda Hə. 100 də 1 gəlini 2 eləyirsə, 2-3-ə yaxındır 3 eləyir. Sənə yuvarlaqlaşdırmanı hansı müəllim öyrədib? Nəysə. Ara yerdə müəllimin getdi. Deməli, zarafat ellik təbii ki arkadaşlar. Elə şey yoxdur. Çimdim, çıxdım, tırnaqlarımı kesdim. Xoşum gəlmir dırnaqlarım uzun qalanda, ən nifrət elədiyim Aşkım, mən kəsməkdə xoşum gəlmir. Amma bir şey deyim, Sinirləşirəm mən. Rabia qısa dırnaqla qala bilmir. Əlini belə eləyəndə, ət dəyəndə belə şey olur, əti ürpəşir. Ürpəşmirsə, sən paltırza dəl deyəmirəm mən. Yo. Belə əl Bax. deyirəm. Mən əlimdən götürmüşüm də, xəstə maalesef. Əmindən götürmüsən. Bibindən gülmək krizinə düşməyi götürmüsən. Əmindən ətvin ürpəşməyin götürmüsən. Dədöndən nə götürmüsən? Götürmüşüm. Atondan nə götürmüsən? Ata deyir ki, ağıl götürmüsən. Ağıl götürmüsən. Əsəbləşəndə heç elə demir amma. Onda bundan sonra səni danlayanda dinən ata ağlımı səndən götürmüş. Demə, mən Mən çıraq. deyirdi ki, əsad mənim ağlım, yox, Rəbi mənim ağlımdır, əsad mənim səhvlərimdir, Məryəm şeydir. Saflığımdır. Hə, saflığımdır. Müəyyən qədər qatılıram. Əsad səhvləridir. Düz deyir. Əsnadın uşaqlığı var. Eynən atanın uşaqlığıymış. Şəhriyar mənə o gün axşamda indi söhbət eləyirik də yerimizdə. Uşaqlığını danışıb mənə arkadaşlar. Bir anlıq göbüşümə baxdım belə, Zeydə baxdım, dedim ki, ürəyimdə, dedim çaşıb dədövə oxşayarsan. Yəni iki canlılığımın başından bu yana həmişə istəyirdim ki, uşaq Şəhriyara oxşasın, görüntü olaraq da, ürəyi də, ağlı da, yəni hər şey ona oxşasın da. Belə baxdım ürəyimdə, dedim səni cıraram Şəhriyara oxşasan. O qədər mundar uşaq olub. O qədər mundar uşaq olub uşaq vaxtı. Elə oğlum olsa döyərəm onu. Mən kimi səbirli adam. Sən nədansan? Deyir babam deyir, paltarın ütülüyürdü aşağıda. Bu evdə olub ha o söhbət.
Deyir babam paltarını ütürdü. Verdim özümə arxaya, verdim. Qaça gəlib babamın arxasına bir dənə təpik. Təsəvvür elə bunu Əsnatın ataya elədiyini təsəvvür elə. Əsl buradan birbaşa dənizə uçar. Aşkım Allah aşkına. Amma bir şey deyim, babası da tutub onu. Babası idmançı olub arkadaşlar, güləşçi olub. Bütün evi qaçıb, kişi ərinməyib, düşüb onun dalıca şort bir dənə Osmanlı tokadı ilə yapışdırıb onu yerə. İşte. Hə, düz deyir. Rabiyə bir şeyi xatırlatdı. Şeydir, Şəhriyarın öz anası, Şəhriyar onu o qədər əsəbləşdirmiş ki, Şəhriyarı dişləmişdi əsəbindən. Yəni elə uşaq olub, çox qıcıq uşaq olub. Anneciğim, dədövün indiki ağlını götürə bilərsən, amma uşaqlığına oxşasan var. Dədön qarışıq ikimizi də Evet, çələt Zeydi olayarım. oxşadarım ataya. Aşkım ne Zeydi qoşlarım. El eləsə. Sən qaşınısan deyəsən. Nəysə. Deməli, hə, əşyalarımızı ayıraq. Uşaqlar, bu nəsə səs çıxardır. Oturub mənim kravatım yumuşaq, ayağın altında xalça, amma dız belə səs çıxır evdən. Belə eləyirəm, səs gəlir. Neynirsən sən mənim canım? Neynirsən elə səs gəlir axı? Nə? Neynirsən? İzləyicilərə göstər, baxmıram. Tamam, anne baxmısan. Allah'ın dostu baxmıram. Bildim. Nə? Kravata sürtürsən artıq nə bu? Belə eləmə ayaqdan. Belə eləmə. Belə, bu nə çaxı? Baxır şeylərə baxır, buralara baxır. Elə bildim nəsə kamera zad açdı, stəkan açdı. Nə əlaqə o səsdən bu səs bilmirəm, amma oxşatdım da nəysə. Özü belə cız səs gəlir. Bunun səsi baxın cız oxşuyur. Hə, Oxşamır. oxşuyur. Hey bir kim elə mən bilərdim əslində bir belə dırnağın sürtsə krafada. Axı görmürəm səni sürtən yerdə. Amma səs mən görməsəm də bilərdim. Sən dedin ümid aşağıda yəqin nəsə. Salladırdım da. Nəbə qaşınsan. Aşkım sən universitet qurtarıbsan, necə bilməzsən? Nə əlaqə? Universitet tutarını öyrədirlər ki, səsləri təhlil edə. Gəl. Gəl. 10 deyə zət bunu. 9. Doğrudan tez qoyum onda. Deməli qızlar, bunlar mənim baxım əşyalarımdır. Balaca parfüm, dodaq yağı hər ehtimala seçənək olaraq, bu maska, bunlar, bu və bu. Bunlar da Rabiyə xanımın yekə parfüm, yekə komplimentin skrabı, bahalı serum. Bunun rahat bir 60 manat qiyməti var, deyim də sizə. Bunda 50-70 manat arası dəyişir. 30 manat budur, 8 manat budur. Yəni balımların içində də ən keyfiyyətlisi demək olar ki, budur da. Və mənim maskamdan bahalı bir maska. Yəni uzun sözün qısası bu gün varlıdır. Xeyr olay axı. Nə xeyir ola? Açqıva yaraşır elə sənin. Amma birinci sənə sürprizim var. Hamama getməliyik. Nəyə görə? Çünki üzü skrablayıb elə başlamalıyıq baxıma. Dur. Dur getdik. Burada hamam var da. Amma burada hər yer. Orada hər yerimiz sel olacaq. Getdik. Aşkım birinci skrapı buraya verəcək. Orada vuraq da. Nə fərqi var? Ay aşkım, orada vururlar bunu ölüm sən üçün. Gəl bu maska deyil. Gəl öyrədim sənə skrabı necə işlədirlər. Ölərəm sən üçün. Hələ bilmir skrab nədir? Böyüyərsən tələsmə. Aşkım ya bilirəm də, amma bilmirdim yumalıyım. Ya bilirdim yumalıyım. Hə, düş sən Allah qatıqlama. Düş aşağı. Amma aşkım mən dedim yüzdə saxlamalıyım, onu bilmirdim. Onu düzüm. Getdik. İncə sən vur. Deməli əliva biraz al. Ay üzümü cızdım qırağı ilə bunun. Aha biraz da al. Ay sağ ol. İndi bağla onun ağzını. Ay sağ ol. Əlivə yay. Nə soxuşur? Barmaqlar bunu. Ay, indi vur üzüvə. Anne. Sürt üzüvə. Ay sağ ol. Fişə. Ölü dəriləri aparacaq üzündən. Sürt üzüvə. Aşkım bu özü ölü dəriyə oxşuyur. Hə də onun içindəki duzlar sən Duzu bu içindəki. duz deyil də pisok, duz, qum, hər indi bənzətmə eləyirəm Rabiyə. Aha, kırmızı duzlu pasuku tökülmüş. Eləyirlər də ev yapımı skrablar olur. Balın içinə pisok tökürsən, biraz duş jeli tökürsən olur skrab. Ay yapışkan oldu aşkım. Biraz da kofe. Çimçəşirsən, de Quranan olsun. İndi mən eləyirəm arkadaşlar. Gerçek bakım kraliçesi görün lütfen. Bir saniye kameranı hara koyayım. Aşkım kaşıma. Baxım sənə.
Baxım sənə. Dəqiqə. Ben kaşıma. Onu normal sürt də üzvə. O ölü dəri çıxartmaq üçün deyil, sığallamaq üçün deyil. Sən üzvü Benim için böyle değil. dərindən təmizləyir. Bax, əsas burnuva sürt. Burnuvun ətrafındakı yağ təbəqələrini təmizləsin. Çənəvə əsas sürt. Ay, indi mən sürtürəm. Qoy sizi qoyum şöyle. Aşkım yapışkan oldu ya. Ay Allah. Yo. Sən mənim canım, yo. Aşkım çatma. Mən açıram özümkünü. Fakir məhsulu 1 manatlıq. Amma bu da qəşəng məhsuldur ya. Məşhur məhsuldur. Prosta ucuzdur da. Açıyorum. Açamıyorum. Hə, açdım. Deyirsən sənin annəndə bundan var idi. Var Sən idi. xatırlamıramsa. Çünki sizin evə dəyəndə görmüşdüm. Aşkım burnuma İlk dəfə kullanıram. Görək necə bir şeydir. Kokusu çox qəşəngdir. Ayda gitti. Michael da yıldız. Hadi aşkım. Nədir deyinsən? Nə güzdəsən sən? Bütün yaxan bacın su içindədir. Ben değilim, yapmıyorum. Saçını tutmaq lazımdır da. Ver dala. Ver. Yuh. Aşkım Deyirəm axı yudam. uzanıp sarıştım. Təzələ üzüm qurudu. Ey Allah, mən günümə Bırak. bax. Bıraxım. Bırak. Əminsən? Bırak. Son qərarındır. Bırak aşkım. Bıraxdım. Bu çox qəşəng bir şeymiş. Xoşum gəldi mənim bundan. Ama üstü de tuzlu da. Hə. Baxın uşaqlar. Belə eləyirəm. Bax mən buralardan elə zəhləm gedir. Kimin bu burun bölgəsi mənim kimi yağlıdır. Üzüm çox qurudur, burnum çox yağlıdır. Heç uyuşmurlar. Şo, üzümü yum gəlirəm. Rabia, söndür. Yumuşalı üzüm. Hə, yumuşaq oldu bax, əl vur. O nədir Rabia? Amortizasiya eləməmişəm üzümə, maska skrab vurmuşam. Ay Allah. Uşaqlar son zamanlarda üzüm zeydə görə biraz səpib, çox dərman içirəm deyə. Amma bir şey deyim, üzüm yumuşaq oldu. Bir də həqiqətən hiss edirəm ki, buralardakı o yağ bezləri getdi. Deməli qızlar, üzümüzü yuduq gəldi. İndi keçirik maske aşamasına. Götür maskavı. Gəl bir dənə şəkil çəkdirək də belə. Evet. Aşkım vəhşi kim atabilirsen. Vəhşi kimi yox. Mən səliqəli açacağım. Aşk kuşu. Ama Bela sana başka oldu ben zaten. Daha tez oldu sən açmağın. Məndən... Baxım sənkindən. Greyfurt iyi gəlir bununkindən. Mənkindən süt iyi gəlir. Nə oldu? Greyfurt tadı canım. Bir damcı bunun suyunu sıxım. Bu biraz çoxdur mənim üçün. Ya da sıxmayayım, belə eləyim. Sıxım. Amma tullamayayım. Greyfurt'un tadı böyle olur. Nədir axı? Aşkım ben sen sıkın. Deməli arkadaşlar, maskemizi takıyoruz. 10 dəqiqə gözləyəcəyik sonra. Skrabdan sonra üzü sakitləşdirmək üçün məncə olay bir şeydir yəni. Dandil okumaz. Prosta bu mənim üzümə yekə olacaq deyəsən. Buna bax. Bunu elə bil döyüb göndəriblər mənim üstümə. Mən ay, Terklerini de aşağıya niye bakalım dinliyoruz? üzüm üşüdü. Üzüm üşüdü. Ay Allah, heç maska taxa bilmirəm də. Yəni o şey Ha bunun böyle şeyleri var diye. Pinterest görüntüsü məndə alınmır yəni.
Qətiyyən. Heç clean girl olamıyorum. Rabia maska taxmağına baxın. Oturun, tamaşa eləyin. Ruhu bədənindən çıxacaq. Nə oldu bala? Kömək edeyim. Qayçı lazım deyə bizim evə. Qayçı yoxdur deyə. Və indi keşək kəsib buna forma verərdim mən. Bu deyir vardı. Səndə var, məndə yoxdur. Öncə bahaldı. Müalicəməşi. O qədər sıxdım, qıpqır olubdu. Ne biləm ki. Bir dənə də bir şey deyim, maskanı üzdən əvvəl yurdum mən. Sonra öyrəndim ki, yumaq lazım deyilmiş. Gecə mən bunu görsəm qorxarım. Kömək edeyim. Hə, aşkım. Sən bunu neynəmsən? Bunun suyunu Qıpqırıdır. sıxmısan ki. Götür belə yaxızı. Şah, mənim maskem hazır. Arkadaşlar. 10 dəqiqə gözləyəcəm. Saata baxım. 16:48, 58-də Maşallah götürəcəm. saçlarım da mask elədi özünə. Mən olsa çimib çıxmışam. Başım yaşdı. Yəni biraz da yaş olsa sorun deyil mənə görə. Şok. Ne? Şok. Ne? Gəl bir dənə də belə şəkil çəkdirək. Rabia Bu qol sürtməli. Hə? Qol sürtməli. Sürtmək olar hə. Bu şey də serum da elə bil ki. Yedizdir getsin dəribə. Baxın, deməli mənimki nə üçündür? Nəmləndirici, yorğun dərini freşlətir. Bir də nəmləndirir. Sənkinə baxaq. Məzə baxıyorum. Cildə parlaqlıq vermək üçündür. Brightening for the skin. Timing to apply pix mix 15x. 3 ildir ingilis dili hazırlığına göndərirəm, o nəticəsidir. Kullanım temiz yüzə göz. Oxuyuram. Türkçəsini tapdın. Beli. De Qur'an. Özüm tərcümə edirəm. Bölgələrin katıranarak maskeye oturun. Oturdu. Nə danışırsan sən? Yazıb ki, deyir ki, təmiz olmayan üzə qoyun. Deyir ki, cildə uzun süreli bəslənmə və onarım sağlar. Bu maske cildin elastikliyini və parlaklığını geri kazandıran yüksək konsantrasyonda İngiliscə yazmış. yosun özü içerir. Cilt Cilt tonus. tonunun eşitlənməsinə dəstək olurkən greyfurt sayesinde parlak ve canlı bir görünüm kazanılmasına yardımcı olur. Sadece harcı kullanın içindir. Çocukların eriştirmeyi yere saklayamazsınız. Çocuklar yani har koysanız tapacaktır. 100%. Göz ile temasla kaçırtmayın. Gözünle temas etmeyin. Beraber bakın. Sen her yerinden temas edir. Başın, qolların, boynun. O temasdan kaçsınız ki gözünüz kaçır. Özü deyir, özü gülür. Quran and olsun. Aşkım bir şey aklıma. Sən qulaq asıram. Nənəm kimi qalmışam, sən qulaq asıram. Aşkım ne diyorsun? Maska sən üstündə qalmır, yazıq. Nə gündəsən sən? Az yemə onu. Necədir dadı? Demek ki greyfurtun böyle tadı varmış. Greyfurtun dadı acı olur. Kimler greyfurt yiyib bu arada? Neyse biraz üzümüzdə qalsın, gəldik. Deməli, hey buradayıq. Qızlar maskaları çıxartdıq. Qabağa itəliyim özümü biraz. Maskaları çıxartdıq, elə yığdıq öz qablarının içinə. İndi keçirik dodağımızı nəmləndirməyə. Maskadakı serum biraz üzümüzə hopsun. Bu getdi biraz quruladı üzünü, görmədim sanma yani. Dayan. Qalanmazsın. Mən bununla dodağımı nəmləndirirəm bir səfərliklə. Sən nə ilə? Kiki ilə? Küçücük. Kiki ilə, Hə. Kiko ilə yoxsa Dior'la? Ya Allah, siftə əlindən saldı yerə. Çiçeği yoxlamaq istəyirəm. Mən də bunu yoxlamaq istəyirəm. Hoppa'nın lip oilidir, testerdir. Belə bir şeydir içində. Nə maraqlı. Baxın. Şaftallıdır özdə. Səndə nəlidir? Niyə yedin? Tadı yoxlamalıydı. Aşkım yemə. Nəlidir sanki? Limon dadı, portakal, çörək,
Qarpız. Limonla portağal desəm maskadan qalıb. Onu o qədər açıb sürtmə də, əysən ucunu, hozu bala. Həlim ki. Hı? Görün bunu yumaq Dadı lazım. pis amma da heç qəşəng, dadı qəşəngdir. Bunun da dadı qəşəngdir, şaftalı dadı verir. Xoşum gəldi, mən bunu işlədərəm. Şu, dodaqlarımızı nəmləndirdik. Serum biraz da üzümü hopsun arkadaşlar. Hələ nəmlik var üzümdə. Buna baxın. Amma üzüm qızarıb. Dərim həssasdır axı ona görə. İndi üz serumumuzu vuraq. Dalıca da nəmləndirici vururuq. Parfümlənirik, baxımımız bitir. Yenə mən tək səfərlik bir serum işlədirəm. Sən bundan işlədirsən. Ya da istəsən onun yerinə bundan da işlədə bilərsən. Bundan yox heç. Yoxla. O vitamin serumudur. Kipriyi çıxıb arkadaşlar. Açıram ağzını. Yəni Hopa'nın üz serumu. Aha. Hadi bunun belə olmayına elə xoşum gəlir. Nə içində? Bu üzü vitaminləndirir, nəmləndirir. Məndə ümumiyyətcə hər şey üzü nəmləndirsin deyədir. Parlatsın, nəmləndirsin. Mən ləkə qarşıtı falan bir şey işlətmirəm yəni. Ya da kırışıqlıq qarşıtı. Ancaq dərim çox qurudur deyə ancaq nəmləndirici işlədirəm üzümə. Bir şey deyim, bunun serumu da qəşəng. Bunun qoxusu çox qəşəng, aşıq oldum. Şu serumumu vurdum. Qalanını da əlimə, boynuma. Bunları deməli, Nə deyir? deməli matlaşdırıcı serumdur bu. Çay ağacı yağı, AH, BH, azelaiq asid. Ələm çıdamış. Oxuya bilmədim. Şu. Vurdum. Nə qaldı? Göz kremim qaldı geriyə. Sən göz kremin yoxdur bu arada. Var aslında. Harda? Göz maskası. Aa, hə. Amma onu gecikdin qoymaq üçün Həm maska. qoymayacağım, çox maska qoydum. İndi gözaltı serumumu vururam, kremimi. Aç da bunu mənim üçün, aça bilmədim. Deməli, mən balaca boy tiz işlətəcəm. Rabi isə böyük boy tiz işlədəcək. Bunu da Fiora'dan almışıq arkadaşlar. 8 mart hədiyyəmdir daha doğrusu. Bu parfümün o qədər gözəl qoxusu var ki, baxın martın 8-dən bu yana işlədirəm. Çox sevirəm bu parfümü. Çox gözəl çiçeksi bir kokusu var yəni həqiqətən. Sürüyoruz. Açdın mən serumumu, gözaltı kremimi işlədirəm özüm. Belə tökürəm əlimə. Bir dənə bura. Gələ yazıqsan. Yemək istəmirəm. Dəqiq. Artıq qalmışdı əlimdə. Aa, nə qəşəng yumuşaq. Nə gözəl yumuşaqdır. Bitti. Aa, çox qəşəngdir. Ağardıcıdır ya. Mənim gözümün də altı qaradır. Fikir verin. Duxulandın sən? Mənim gözümün altı qaradır arkadaşlar. Ona görə Mən belə eləsəm açır. ağardıcı. Eləmə də sınar axı. Hər yeri şüşədir. Gör sındıra bilirsən otağımı. Bunun burası qəşəngdir. Aşkımın bətəyəcəyim. Sürtürəm. Sən də sürt. O işləyir, mən bunu 8 martdan bu yana işlədirəm. Bəli. Gecələr yerimə girəndə o duxunu vururam həmişə. İşlədirəm. Dedim bir şey. Sən də işlədirsən. De Quranan olsun. De Allah'ın olsun. Şu an öğreniyorum bunu. Haydi arkadaşlar görüşürüz. Kendinize. Burada. Yo, həqiqətən işlədirəm. Vurdun. Ne tez vurdun. Bunu çünki biləm sən xoşun gəlir, qurtarmasın yəni. Bazası işlədirəm yəni deməm. Balcasını işlətsən. Bunu ben kolleksiya olarak saxlamışam. Kolleksiyondur bu. Kolleksiyon. Sən mən balaca parfüm işlətdiyimi bu videodan başqa görmüsən? İnşallah. Kolleksiyondur bu. Vivian'ın payını yeyirlər olsun. Göstərməlik qoymuşam. Yekəsini işlət balcası. Aşkım görünmür, parfümlərin arxasında gizlənib. Ben bunu otaqda saxlayaram bundan sonra. Gerçi otağıma da girib çıxsan istədiyim vaxt. Heç mən bədbəxtin xəbəri olur ki. Zarafat eləmə, onu da işlətmirdim, biz hansı işlədirəm. Aşkım bir dənə demişəm ki, bundan başqa hansı işlətsən işlət də. 20-30 dənə doxu var xidmətində. Bunu da ara sıra işlədə bilərsən, hər gün işlətmə. Çünki bu benim Aşkım kokum. söz deyirəm. Hə, Biz hansı parfüm işlədirəm. hə.
Ben bildim. Good Girl işlətsən də şey kabluk. Bu ilan aşık arkadaşım. Nə işlətsən? En bildiğiniz tahminimden. Şey Delinav işlətsən də. Heç onu iyi gəlmir səndən işlətmirsən. Güzel. Ben onu ancak çimenden vur. Ya da cazmen önceden. Ancak özel yerlerde. Hə, nə işlətsən bəs? Səncim təxminən özüm desin. Bilmirəm də nəyi. Hamısını. Neyse arkadaşlar, baxım rutinimiz bu qədər. Baxımdan razı qaldım. Üzünə dokunabilir miyim? Bakabilir miyim? Qəşəng olub, bir üzüm canın yanmasın. Mənki də yumuşaqdır. Bəs şimdi. Nədir? 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 Nə gördün üzümdə? Bitti zaten. Aşkım garip şeyler ne diye? Bunlar bilmirəm. Ya sen biz o şey vurdu o şeyle bunun adı neydi? Hə, bunları deyirsən, bunlar aşkım şirk. Üzümə çox şey sürtdüm deyəsən, üzüm tökülmək istəyir. Nəysə, zarafatsız məncə çox qəşəng bir baxım rutini oldu. Bunu ara sıra təkrarlamaq lazımdır. İnşallah gələn dəfə Rabia varlı olmaz, mən varlı olaram. Gedim. Görsən, sihirli göstərmişlər bana. İndi daldalı gedəcəksən, deyəcəm sənə sehirli gücləri. Atlamayın. Başında yıkılar. Aşağıda oturanlar elə bildi zəlzələ oldu arkadaşlar. Nəysə, bugün hava maşallah olsun çox gözəldir arkadaşlar. Dəniz də bildiyiniz masmavidir. Çox gözəl bir görüntüyə oyanmışam və oyanan kimi dedim ki, bugün yay gəlib. Yəni mənim qərarıma görə yay gəlib. Bugün yay gəlib. Akroşka eləyəcəm. Bilməyənlər üçün atlama eləyəcəm. Onu da bilməyənlər üçün xiyarlı Doğğa deyil. Xiyarlı göyərtili ayran eləyəcəm. Kartoşka qızardacağım. Yay yeməyi menyusu pişirməyə gedirəm. Ondan sonra da gedirik Mərişlə əsişi götürməyə. Ama aşkım o hakikaten doğğa kimi bir şeydi. Prosta itin. Qızlar hazırlandıq, çıxdıq evdən. İndi gedirik Nakuşgilə Mərişlə əsişi götürməyə. Bir nəfər qatıq almadığı üçün mən Qatıqladı. evet qatıqladı. Mən akroşka yeyə bilmədim. Evet. Mən bugün bu gözəl havaya bir dənə bax, bir dənə bu mənzərənin Necə gözəl. mənzərənin gözəlliyinə bax. Sən maşınınızın çirkindən mənzərə gözəlliyi Aşkım, görünür maşın ki. mənə xidmət edir. Yağışlı havada çöldə qalır. Məcburdur tək olmaya. Mən onu hər gün yusam, ona xidmət eləmiş olacam. Hər gün yuma. Yo, axırıncı dəfə nə vaxt yumusan? Yanvarda, yeni gün. Yanvarda. Da bu qədər. Yanvardan da qabağı. Day bu qədər də yəni xidmət eləməyəcəm fikri ilə də bu qədər də maşını kölə eləmədi. 2025'te. Aşkım, maşını nə qədər gec yusan, o qədər gec sürüyor. Hə. Tez yuyanda tez sürüyor. Yağış da dəyir ona. Yağış dəyən ondan sonra mən də bir su vurup maşın da çürüdü də, nə oldu da, suyun içində yatacaq. Və onun da haqqıdır, biraz quraqlıq görsün. Bizim maşın bütün Azərbaycandakı maşınların quraqlıq haqqına girir, fərqindəsən sən. Ha, xeyri var. Heç nə. Ziyanı yoxdur. O da bir dənə yerində çürük yoxdur. Qatıq almırsan, zibillərə atmırsan, Aşkım, kişilik maşını yumursan. Həyatım, Nə sən- gündəsən sən? Ne deyərəm ha? Demə. Ağzım açma. Sən şər atsan, mən olanı deyirəm. Sən Dəli eləyərəm səni. eləmə, sən şərçisən. Şərçisən. Sən niyə gülürsün? Bir sən həyəcan, sinir krizi keçəndə gülüşlə ifadə edirsən. Niyə? Döyək səni. Zəhmimdir sizi belə gicəldən. Qatıq al bugün, mənə akroşka istəyirəm. Eşitdin məni? Akşam Eşitdin? gələndə alaram. Yağlı 6%lik qatıq al mənim üçün. Eşitdin? Alaram. Sənə qatıq nədir? Sənə qurbandır qatıqlar. Həqiqi, onda indi bir Sən də özüm qatıq olur. bir də ay da dənizin gözəlliyinə bax. Ümid yox olur yavaş. Ay Allah, bu cür havada mən akroşka yeyə bilmədim. Üzvə nəhlət olmasın sənin. Bu nə hayallik, bu nə teşekkürlik, bu nə Nəysə. quruculuk, Nəysə, bu nə biz quruculuk. getdik uşaqlar, kəndinizə iyi bakın. Çox maraqlı bir kontentlə qarşınızda olacağım. Nə olduğunu deməyəcəm, amma və lakin görürəm ki, izləyicilər çox istəyir onu. Nədir? Onu eləyəcəm. Sənin nə var?
Yox, qışqırtmaca Yox, deyil. qışqırtma da öyle, yer gedişinlə məşğulum. Nə kontenti? Sabah ya da bir gün çəkəcəm, o beynimdədir. Kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Yorumlarda da buna deyin ki, Şəhriyarəm Qatıqalovu akroşka eləsin, şakroşka. Şakroşka da. Bay bay.